Salamlar, bu dərsimizdə Python funksiyalarının nə olduğunu, necə yazıldığını və necə istifadə edildiyini öyrənəcəyik. İlk öncə funksiyanın nə olduğunu bir anlayaq. Sən hər gün eyni işləri təkrar edirsən. Yəni hər səhər oyanırsan, çay dəmləyirsən, yemək yeyirsən, işə gedirsən, dərsə gedirsən, oradan evə gəlirsən və yenidən yemək yeyirsən, sonra yatırsan, yenidən oyanırsan və bu hər dəfə eyni addımları təkrar etmək lazım olur və bu yorucudur, elə deyil. Yəni proqramlaşdırmada da biz eyni kodları təkrar yazmaq əvəzinə onları bir yerə yığıb funksiya adlandırırıq. Təsəvvür edirsən, hər dəfə bir paltar tikməlisən və hər dəfəsində parçanı, sapını alırsan və yenidən ölçürsən, yenidən tikirsən. Bu işi yenidən etmək yorucu olar, elə deyil? Yəni indi təsəvvür et ki, səndə bir maşın var. Sadəcə düyməni basırsan, maşın tez-tez o paltarları sənin üçün tikir. Və artıq hər şeyi hər dəfə sıfırdan etmirsən. Proqramlaşdırmada funksiya belə bir maşın kimidir. Yəni bir işi bir dəfə yazırsan, sonra ona lazım olduqda sadəcə müraciət edirsən, yəni onu çağırırsan və o işi avtomatik icra edir. Funksiya müəyyən bir işi görən və istədiyimiz zaman istifadə edə biləcəyimiz kod blokudur. Python dərsində standart funksiyalar var. Bəzi funksiyalarda, sadə funksiyalarda Python sənə deyir ki, yəni sən sadəcə funksiyanı çağır, mən lazım olan əməliyyatı sənin yerinə edəcəm. Bunlara adi hər dəfəsində istifadə etdiyimiz print funksiyası misal ola bilər, hansı ki, içinə daxil etdiyimiz bütün elementləri, məlumatları ekrana yazdırır. Pythonda bunlar sadə funksiyalar və daxili built-in funksiyası gedir. Bunlara maksimum funksiyası da deyə bilərəm, hansı ki, daxil etdiyim elementlərdən mənə maksimum olanını qaytarır. Və bunları saydıqca bitməz. Yəni çox funksiyalar var bunlara nümunə olaraq. Amma bəzi hallarda sənin bir problemin var və yaxud da sənə bir kod lazımdır, əməliyyat lazımdır və o Pythonda hazır yoxdur. Yəni sırf o hala, case-ə özəldir. Bu zaman sən öz funksiyanı özün yazmalı olursan və sən öz funksiyanı yarada bilərsən. Python sənə bunun üçün şans verir. Və bunun üçün də def sözündən istifadə etməlisən. Bu sənə yeni bir funksiya yaratmaqda kömək edir. İlk öncə ən sadə funksiyadan başlayaq. Heç nə qəbul etməyən və heç nə qaytarmayan funksiya. Funksiya yaratmaq üçün ilk öncə def yazırıq və daha sonra funksiyaya verəcəyimiz adı yazırıq. Məsələn, mən nümunə olaraq yazıram ki, sadə bir funksiya yazacağam, salam ver deyirəm və mötərizə mütləqdir və burada mötərizənin içərisi boş da ola bilər və daha sonra parametr də göndərə bilərik. Hər iki hallara baxacaq. Və daha sonra qoşa nöqtə qoyuram və enteri basıram. Artıq mən funksiyamın kod blokundayım və burada etmək istədiyim əməliyyatı sadəcə yazıram. Və mən burada deyirəm ki, mənə sadəcə print elə salam. Və budur, funksiyam hazırdır. Amma bu mənə heç nə qaytarmadı. Çünki funksiya yalnız o çağırıldıqda biz ona müraciət edirik. Deyirik ki, funksiya mən səni çağırıram. Bu zaman o yerinə yetirir. Funksiyanı çağırmaq üçün sadəcə adını qeyd edirəm və daha sonra mötərizəmi qoyuram. Gördüyünüz kimi print əmri yerinə yetirildi. Mən bunu hər dəfə çağırdıqda eyni şeyi mənə qaytaracaq. Çünki funksiyam sabitdir, yəni dəyişmir. Bəs parametr göndərmək istəsəm necə ola bilər? Bəzən istəyirik ki, funksiyada bir dəyər qəbul etsin və ona görə işləsin. Yəni belə sabit durmasın. Bunun üçün biz ona əlavə bir parametr təyin eləyirik. Məsələn, mən sırf birinə deyil də bir şəxsə salam vermək istəyirəm. Bu zaman burada ad deyirəm. Yəni mən sənə verəcəyim ada salam göndər. Burada deyirəm ki, print salam. Bas ad da deyə bilərəm.
Bakıram. Aha, indirən etdim. Bu artıq mənim funksiyamdır. Mən ona bir parametr vermişəm, ad deyə və daha sonra eyni parametri funksiyada istifadə etmişəm. İndi isə funksiyanı işə salıram. Məsələn, mən deyirəm ki, mənim dostuma salam ver. Və run edək. Salam dostum. Yəni mən burada yazdığım bu parametr avtomatik bu ad mənimsədiləyir və daha sonra həmin parametrin dəyəri ilə funksiyam işləyir. Burada parametrin sayı limit yoxdur. İstədiyiniz qədər parametr daxil edə bilərsiniz və funksiyanın daxilində istifadə edə bilərsiniz. Mən bunu hər dəfəsində dəyişib başqa bir şey də göndərə bilərəm. Eee, və hər dəfəsində funksiya o parametr dəyişdiyinə görə, yəni onun daxilində yazdığımız koddan asılı olaraq dəyişə bilir. Başqa bir nümunə üzərindən gedək. Biz bir funksiya yazmaq istəyirik, hansı ki, bu funksiyaya 2 dəyər göndərir və o bizə o dəyərlərin cəmini qaytarır. Məsələn, burada deyə bilərəm ki, dev cəm olsun adı və biz nə dedik şərtdə? 2 dəyər göndərəcəyik. Bizim funksiyaya göndərdiyimiz dəyərlərin sayı oradakı parametrin sayları ilə üst-üstə düşməlidir. Biz 2 dəyər göndərəcəyimizə görə 2 parametr yazırıq və daha sonra enteri basırıq. Görmək istədiyimiz nəticə onların cəmidir. Bu qədər sadə. İndi isə funksiyanı çağıraq. Məsələn, 5 və 6-nın cəmini görmək istəyirəm. Run etsəm mənə 11 qaytaracaq. Funksiyalarda default parametrlər də təyin edə bilərik. Bu zaman funksiyanı çağırarkən, əgər biz parametrin dəyərini daxil etməsək, default dəyər istifadə olunacaq. Məsələn, mən burada heç nə daxil etməsəm, işləməyəcək. Çünki biz burada demişik ki, 2 dəyər sən alacaqsan. Yəni funksiyada biz artıq deyirik ki, Pythonda mən sənə 2 dəyər göndərəcəm. Və artıq burada boş saxlasaq, Python sənə error verir ki, sən mənə dediyin sayda dəyər göndərməmisən. Ya da sırf burada 5 daxil etsəydim, mən yenə errorla qarşılaşacaqdım. Yəni gördüyünüz kimi burada deyir ki, B-nin dəyəri yoxdur. Amma bəzi hallarda biz dəyər göndərmək istəmirik. Bu zaman necə ola bilər? Bunun üçün də default dəyərlərdən istifadə edə bilərik. Bunun üçün məsələn biz deyirik ki, yeni bir funksiya yazaq. Salam ver üzərində dəyərlər. Biz burada ad demişdik parametrə. Amma ona bir default dəyər qoymamışdıq. Məsələn, mən burada deyirəm ki, ad bərabərdir dostum olsun. Yəni mən burada deyirəm ki, funksiya, mən sənə burada həmin parametrə dəyər vermişəm. Əgər mən o dəyəri dəyişmək istəməsəm, sən o dəyəri ver avtomatik. Yəni bir növ burada default olaraq ona bir dəyər veririk. Print deyib funksiyamızı yazaq. Bas ad. Və run edək. Gördüyünüz kimi, yəni funksiyamız normal düzəldi. Heç nə qaytarmaq istəyən işlədi, düzgündür. Və daha sonra funksiyamızı çağırıb, funksiyamızı 2 halda çağıra bilərik. İlk öncə daha əvvəl baxdığımız nümunə üzərindən gedək. A-gil deyək. Yəni burada gördüyünüz kimi artıq biz bir parametr ötürdük. Gördüyünüz kimi salam Agil dedi, yəni dostumu yazmadı. Çünki mən artıq ada bir dəyər vermişəm. Amma salam ver desəm, sadəcə heç nə qaytarmasam, bu zaman mən heç bir dəyər göndərmirəm və o mənə salam dostum deyir. Burada ad parametrinə default dəyər vermişik və funksiyanı çağırarkən parametr verilmədikdə o dəyər istifadə olunur.
Digər bir case'imiz çoxlu parametr, yəni arqument olan növlərdir. Bəzən funksiyanın parametrlərinin sayını öncədən müəyyən etmək olmur. Yəni siz bir application yazırsınız misal olaraq və bilmirsiniz ki, orada user, yəni istifadəçi neçə dənə arqument daxil edəcək. Yəni bunu ehtimal edə bilmirsiniz. Təbii ki, bu hallar üçün də Python sizə kömək edir. Bunun üçün ulduz və ulduz argument deyirlər. Bir də iki ulduz keyword argument də gedir. Bunlardan istifadə olunur. Ulduz argument dəyişən sayda arqumentləri qəbul edir. Yəni siz burada bir dəfə 5 dənə arqument daxil edə bilərsiniz, bir dəfə 10 və bir dəfə də 100 dənə, yəni istədiyiniz sayda arqument qəbul edə bilər. Bu isə açar dəyər cüslərini qəbul edir. Nümunə üzərindən danışacağıq hər ikisindən. İlk öncə ulduz arqumentdən başlayaq. Yəni təsəvvür edin ki, restoranda müxtəlif sayda yemək sifariş verirsən. Bu 1 də ola bilər, 5 də ola bilər. Bu zaman ulduz arqumentindən istifadə edirik. Yəni burada o eyni növ arqumentləri qəbul edir. Sadəcə sayı fərqlidir. Praktik nümunə olaraq rəqəmlərin cəmini göstərə bilərik. Biz daha əvvəl baxdığımız nümunədə parametrdə funksiyaya demişdik ki, mən sənə 2 dəyər göndərəcəm və ona görə 2 parametr, yəni arqument qoymuşduq funksiyada. Hansı ki, bu nümunəmizdə. Amma burada isə biz bilmirik neçə dənə arqumentimiz olacaq. Yəni Pythonda da bayaq gördüyünüz kimi əksik əlavə etdikdə ona dediyimiz arqumentlərdən error qaytarır. Bu zaman ulduz arqumentdən istifadə etməliyik. Mən bir funksiya yazıram. Cəm deyəm. Və ona deyirəm ki, ulduz rəqəmlər. Yəni hansı ki, göndərəcəyim rəqəmlər və eyni qaydada qoşun nöqtəmi qoyub cəmi hesablayıram. Bunun üçün ilk öncə şərt qoyuram ki, əgər mənim göndərdiyim rəqəmlər yəni boşdursa, bu zaman 0 qaytarsın. 0 deyirik. Biz sizinlə return haqqında danışmadıq. İlk öncə onu danışım. Return nədir? Return nəticə qaytarmaq üçün istifadə olunur. Bəzən funksiyadan nəticəni çap etmək yox. Çünki biz yuxarıdakı bütün nümunələrdə print üzərindən getdik. Amma biz məsələn istəyirik ki, funksiya bizə bir dəyər qaytarsın. Bu zaman return istifadə olunur. Onu saxlamaq və başqa yerdə istifadə etmək üçün funksiyanın sonunda dəyərimizi return ilə qaytarmalıyıq. Məsələn, biz burada bir cəm yazmışdıq, hansı ki, 2 dəyər qəbul edirdi. Və burada print deyil də return edirəm. Eyni qaydada A plus B deyirəm. Və artıq return mənə bu ikisinin cəmini qaytarır. Və mən cəm 5, 6 desəm, gördüyünüz kimi 11-i verdi. Bunu cəmi edək. Burada cəm olsun. 2 dənə funksiyamız var. İndi aradakı fərqi göstərmək istəyirəm. Bu printlə etdiyimizdir, hansı ki, bizə sadəcə çap edir. Digəri isə cəmi 5, 6 return ilə olan əməliyyatımızda. Və gördüyünüz kimi hər ikisi eyni şeyi qaytardı. Amma arxa fonda Python üçün olan eyni şey deyil. Yəni mən məsələn götürdüm bir dəyərə, bunu mənimsətdim. Dedim ki, A buna bərabər olsun, B də buna bərabər olsun. Və bizdə 1-in qaytardı sadəcə. Çünki printlə olan boşdur. Yəni print heç nə qaytarmır. Sadəcə çap edir, ekrana yazdırır. Məsələn, bunu printlə də desək, gördüyünüz kimi none, yəni boşdur.
Amma burada B dəyərimiz doludur. Çünki return ilə biz artıq bir dəyər qaytardıq və o dəyəri də B-yə mənimsətdik. Yəni return istifadə qaydası budur. İndi isə qaldığımız yerdən buradan davam edək. Burada isə deyirdik ki, əgər rəqəmlər ə, bizim istədiyimiz formada deyilsə, yəni boşdursa və yaxud da daxil edilməyibsə, bizə 0 qaytarsın. Və daha sonra bir dəyər yaradırıq, cəmdəyə 0, hansı ki, bütün rəqəmlərimizi toplamaq üçün və for dövrüntüsündən istifadə edərək kod blokumuzu yazırıq. For biz bilirik ki, bizim rəqəmlərimiz əgər sayca çoxluq təşkil edirsə, bu təbii ki, list, tuple ya da set tipli olacaq. Buna görə də inlə istifadə edirik və toplama işləmini də yerinə yetiririk. Sonda isə əgər biz return yazmazsaq sonda, funksiya işləyəcək, amma bizə heç nə qaytarmayacaq. Return cəm deyil. Çünki bizə cəm lazımdır. Bir də bir şeyə fikir verməlisiniz. Return funksiyası, yəni kod blokunun sonunda olmalıdır. Yəni mən return-ü for'un altında yazsam, bu düzgün işləməyəcək. Ya da siz bir funksiya daxilində də bir neçə dənə funksiya yazmalısınız və hər birinin return hissəsi özünə uyğun olmalıdır. Və funksiyamızı run edirik. Funksiyamız normal işlədi və onda onu çağıraq. Cəmi parametrləri 1, 2, 3, 4, 5 daxil etdik. Sonra gördüyünüz kimi 15 qaytardı bizə. Ya da heç nə eləmirik, boş qaytarırıq. Bu zaman 0 qaytardı. Bir dənə 5 deyək. 5 ya da yəni gördüyünüz kimi normal qaydada işləyir. Bu ulduz arqument üçün nümunə idi, hansı ki bizə istənilən sayda parametr qəbul etməyə imkan verir. Biz burada hansısa birin başqa type etsək necə olar? Yəni, təbii ki, errorla qarşılaşacaq. Çünki int-lə stringi cəmləmək olmur. Ya da true deyək. Bu zaman bizə normal funksiyanı yerinə yetirib qaytardı. Çünki true Pythona görə həm də 1 deməkdir. Digər bir parameter type'ımız keywords arqumentdir. Bu funksiyaya müxtəlif parametrləri göndərməyə icazə verir. Yəni keyword, key value formasında. Bir nümunə üzərindən gedəcəyik. Qısa bir nümunə üzərindən getmək istəyirəm. Bizim bir şəxsi kart deyə funksiyamız var və biz ona məlumatlar göndəririk. Amma bildiyiniz kimi bizim məlumatlarımız yaşda ola bilər, şəhərdə ola bilər, peşədə ola bilər, yəni müxtəlif tipdə dəyərlər olur. Amma biz bayaq gördük ki, int və string üzərində bəzi funksiyaları eyni anda yetirmək olmur və error alırıq. Bu zaman onları key value formasında göndərməliyik. Məsələn, biz deyirik ki, funksiyada mənim məlumatlarımı götür və onları açar dəyər formasında bir növ dictionary halına salır və məlumatların items hissəsindən onlara istifadə edirik. Ya bu bir növ dictionary type formasına salır dəyərlərimizi və ona görə onun üzərində işləyir. Və artıq biz burada 2 nümunə üzərindən baxacaq. Funksiyanı çağırırıq və istədiyimiz məlumatları daxil edirik. Sadəcə məlumatımız və onun dəyəri. Eynən key və value formasında
key'miz value'miz. Key value. Bunu run etdikdə görərik ki, ad günü, universitet addonsu, kurs 3. Yəni bu formada istədiyimiz dəyəri bizə qaytardı. Burada da eyni qaydada istədiyimiz qədər cütlük göndərə bilərik. Eyni formada ad Rəşad, yaş 25, şəhər Bakı, peşə müəllim bizə qaytardı. Digər bir funksiyalarla bağlı termin rekursiya terminidir. Hansı ki, rekursiya eyni bir funksiyanın öz daxilində onu bir növ çağırmaq üçün istifadə olunur. Yəni rekursiya yazarkən əsas məsələ dayanma halı dediyimiz base case yaratmaqdır. Yəni funksiyanın özünü çağırmağa son qoyduğu şərt. Məsələn, sadə rekursiya nümunəsi olaraq faktorial deməliyəm. Faktorialı hesablamaq üçün sadə bir rekursiv funksiya yaza bilərik. Hansı ki, faktorialda prinsip n sayda ədədi hasilini tapmaqdır. Burada da bildiyiniz kimi biz hər dəfəsində rəqəmi özündən sonrakı rəqəmə vururuq və bu davam eləyir sona qədər. Bunun üçün bir funksiya yazaq, hansı ki def və funksiya adına fakt deyək və bizim bir dənə parametrimiz var n, hansı ki biz deyirik ki, mən 5 faktorial hesablamaq istəyirəm və bu zaman bizə 5 rəqəm lazımdır. 1, 2, 3, 4, 5. N bir növ onu göstərir və ilk öncə funksiya yazarkən siz yəni özünüzdə bir plan qurmalısınız və şərtləri fikirləşməlisiniz ki, mənim funksiyamda hansı кейslər ola bilər və mən onları necə nəzərə alım. Məsələn, faktorialda belə bir hal ola bilər ki, user daxil eləyir də nəticədə n-i və o 0 da daxil eləyə bilər. Bu zaman necə olsun? Ya siz o 0 şərtini bu funksiyanın daxilində nəzərə almalısınız, ya da funksiyanı çağıranda user-a belə bir məhdudiyyət qoymalısınız ki, sən 0-dan böyükləri daxil elə. Və if deyirəm, n 0-a bərabərdirsə, return 1. Yəni, çünki 0 faktorialda 1 demişdik. Bu bizim burada bayaq danışdığımız base case-dir. Hansı ki, bu daha əvvəl danışdığımız dayanma halıdır. Yəni funksiyamızda n 0-a bərabər olduqda artıq funksiya bizə 1 deyərək return edir. Yəni return etdikdə funksiya bir növ bitir. Və daha sonra keçirik ümumi funksiyamızı yazmağa və eyni kod blok daxilində olmasına fikir verməliyik. İndi biz if şərtini qoyduq, onun digər şərtini də qoymalıyıq, hansı ki else şərtini. Və burada gedirik ki, n-in 0-dan başqa digər hallarında mənə return et, n vurulsun, fakt, n-1. Gördüyünüz kimi funksiyanın daxilində yenidən funksiyanı çağırdım. Bu səbəbdən buna rekursiv funksiya deyilir, hansı ki özü özünü çağırır və özü özünü yenidən təkrar hesablayır, ta ki ona verdiyimiz son dayanma halına qədər. Yəni burada prinsip odur ki, n daxil etdik 5. 5 0-a bərabər deyil, avtomatik bura gəlir. 5 vurulsun, faktorial 4. Yenidən faktorial 4-ə hesablayır. Artıq 5 vurulsun 4. Yenidən 3, ta ki n 1-ə bərabər olduqda fakt 0 olur, 0-da da 0 olur və bizə 1-i qaytarır. Və artıq biz burada print fakt 5 desək, faktorial 5 bizə 120 qaytarmalıdır və gördüyünüz kimi 120 də qaytardı. Bəs 1 desək 1 olacaq. 3 də 6-dır. Gördüyünüz kimi 6-nı qaytardı.
Bu faktorial üçün sadə yazılmış rekursiv funksiyadır. Burada funksiya özünü çağırır. Əgər əks halda bu funksiyada funksiya fakt özünü çağırır. Əgər n 0 bərabər olarsa, funksiyanı dayandırır. Yəni bu bizim base case dayanma halımızdır. Əks halda funksiyanın özünü n-1 ilə yenidən çağırır. Və bu faktorial hesablama metodudur. Başqa bir nümunə üzərindən gedək. Fibonacci seriyası, hansı ki, bəlkə eşitmişsinizdir. Fibonacci ardıcıllığı var və burada hər bir ədəd özündən əvvəlki 2 ədədin cəmidir. Burada da rekursiv funksiyadan istifadə etməliyik və funksiyamızı yazaq. Biz yenidən funksiyaya ad veririk, Fibonacci deyək. Və bizim burada yenidən parametrimiz n olur. Yəni bizə say olaraq daxil edir ki, bu rəqəmə qədər, saya qədər hesabla. Və Fibonacci-də yenidən 2 case nəzərə almalıyıq. 1 və 0, hansı ki, özünə bərabərdir. Yəni 0 sayda 0-dır, 1 də 1-dir. Yəni bu səbəbdən funksiyanın özünü çağırmağımıza ehtiyac yoxdur və deyirik ki, n birdən kiçikdir, bərabər də olduqda bizə özünü qaytar sadəcə. Deyək. Və digər hallarda deyil ki, sən bizə özünü qaytar. Tamam. Bu funksiyamızın adını yazırıq. Biz burada dedik ki, Fibonacci ardıcıllığında hər bir ədəd əvvəlki 2 ədədin cəmidir. Yəni biz burada deyirik ki, n-1, yəni özündən əvvəlki və özündən 2 ədəd əvvəlki, n-2. Funksiyanı run edirik. Və funksiyanı run etdikdə biz deyirik ki, Fibonacci sırasında mənə 6-cı rəqəmi qaytar, məsələn. Gördüyünüz kimi 8. Bu nümunədə Fibonacci ardıcıllığı istifadə edirik və funksiya hər dəfə özünü 2 dəfə olmaqla çağırır. Fibonacci n-1 və Fibonacci n-2. Digər bir haqqında danışmaq istədiyim mövzu dəyişənlərdir. Hansı ki, onlar həm qlobal, həm də lokal dəyişənlər ola bilir. Bizim 2 cür dəyişənimiz var proqramlaşdırmada. Qlobal dediyimiz və lokal dediyimiz. Məsələn, bizim bu funksiyada yazdığımız bu dəyişən, hansı ki, funksiyanın daxilindədir. Bu lokal dəyişəndir. Yəni cəmin bu 0 dəyəri ancaq bu funksiyanın daxilindədir. Yəni mən gördüyünüz kimi, yəni bizə belə bir şey qaytardı. 0 qaytarmadı. Çünki bunun dəyəri ancaq bunun daxilindədir. Bunun adını dəyişdirək. Çünki bizim cəm adımızda bizim burada yazdığımız cəmi ədəd lokal dəyişəndir. Çünki onun bu 0 dəyəri ancaq onun daxilində tanınır. Yəni mən burada yenidən onu çağırsam, mənə error qaytarır. Çünki bu is not defined. Python deyir ki, mən onu tanımıram. Çünki sən onu funksiyanın daxilində yaradırsan və yalnız orada mövcud olur. Yəni burada bu cəmi ədəd dəyişəni yalnız funksiya daxilində istifadə olunur və yalnız funksiya daxilində təsir eləyir.
Məsələn, mən bunu onun əvvəlində də yaratsam, desəm ki, burada onu təyin eləyirəm. 14. Və yenidən run etdikdə görürəm ki, mənə 14-ü qaytardı. Çünki artıq bunu mən funksiyadan kənarda tanıtmışam və Python artıq onu tanıyır. Lokal dəyişən yalnız funksiyanın daxilində mövcuddur. Qlobal dəyişən isə proqramın hər yerində istifadə edilə bilir. Bu nümunədə gördüyünüz kimi yuxarıda daxil etdiyim həm qlobal, həm də lokal olaraq istifadə oluna bilər. Yəni mən cəm ədədi funksiyanın daxilində də istifadə edə bilərəm. İlk yazdığımı 14-ü. Funksiya daxilində yaratdığım isə yalnız funksiya daxilində təsir edəcək. Yəni funksiyanı çağırdıqda o artıq həmin 0 dəyərini göstərir. Amma qalan hissələrdə qlobal olaraq 14 dəyərini göstərəcək. Bu dərsimizdə funksiyaların nə olduğunu, harda istifadə edildiyini, hansı parametrlərlə istifadə edildiyini öyrəndik.